Deməli, bugünkü ilk mətnimiz Altun geyimli adamdır. 1963-cü ildə İssik-Kul gölü daşdığı üçün Qazaxıstanın Esik ərazisindəki bir çox kurqanlar dağılaraq torpağa qarışır. 1970-ci ildə bu bölgədə tikinti işləri zamanı buldozerçilər yonulmuş qayaya rast gəlirlər. Arxeoloqlar əraziyə gələrək ilkin bilgiləri əldə edirlər. Deməli, baxın 281-ci sualı elə bu niyə belə qalın oldu? Nəzirdə qoy qələmimizi. 281-ci sual, daha doğrusu 281 dedim. 281-ci sualda gəlin elə oxuduqca boşluqları da dolduraq, çıxsın ortadan. Deməli, 1963-cü ildə İssik-Kul gölü daşdığı üçün Qazaxıstanın Esik ərazisindəki bir çox kurqanlar dağılaraq torpağa qarışır. 1970-ci ildən bu bölgədə tikinti işləri zamanı buldozerçilər yonulmuş qayaya rast gəlirlər. Arxeoloqlar əraziyə gələrək ilkin bilgiləri əldə edirlər. Qazaxıstan şimal-şərqində Altay dağlarında çox keçməmiş ikinci altun geyimli cəsəd tapılır. Mən bunu gətirib yaza bilmərəm axı. Deməli, birincini tapmalıyam ki, sonra ikincini tapım, düzdürmü? Mən nətər gəlim ikincini tapım burada? İlk tədqiqatlar Orta Asiya tarixinə dair yeni istiqamətin müəyyənləşəcəyindən xəbər verirdi. Deməli, ilkin bilgiləri əldə edirlər və ilk tədqiqatlar Orta Asiya tarixinə dair yeni istiqamətin müəyyənləşəcəyindən xəbər verirlər. 2 hələ ki uyğun gəlir. Ona görə 2-ni yazıram bura. Qazıntı aparılan kurqanların üçü soyğunçular tərəfindən talan edildiyindən məzarlardan heç nə tapılmır. Ancaq 4-cü kurqan arxeoloqlara bu acı təəssüfü unutdurur. İlk tədqiqatçılardan Nur Muhammed məzarı aşkar etməsini belə yada salır. Öncə taxta parçalarını çıxardım. Taxtalar günəşi görüncə toza çevrildi. Gözlərim parıltıdan qamaşdı. Taxta bir tabut içərisində şahzadə Altun Tigin dəfn olunmuşdu. Yanında üzərində yazılar olan çanaq, əlində də bir üzük var idi. Deməli, uşaqlar, mən taxta tapıram. Taxtanın içərisində Altun Tigin dəfn olunub. Taxtanın üzərində kilimin üstündə qumaş vardı. Onun üzərinə qoymuşdular. Başı qəribə, ayağı şərqə dönükdü. Yəni, bu meydin, belə deyək, təsviridir də. Yəni, Altun Tigin var, onun təsviridir. 3 tam-tamına oturur ikinciyə. 2-3 ilə artıq cavabımı təxmin edə bilərəm və D-ni hələlik idarə edirəm. Görüm, o birisilər də otursa, deməli cavabım D variantıdır. Beləliklə, dünya tarixi elmində Türk tarixinə yeni baxışı təmin edən nəsə nöqtələr, biz nöqtələri də nəsə dolduracaq təbii ki. Altun Tiginin geyimi, kəməri və qılıncı saf qızıldan idi. Bu, dünyada Firon Tutanhamonun qəbrində tapılan qızılların sayından sonra ikincidir. Tiginin başına taxdığı börk onun milli mənsubiyyətini əks etdirir. Belə ki, bu börk bir çox türk xalqlarına məxsus olan geyimdir və üzərindəki əşya təsvirlərində totem səciyyəsi daşıyır. Totem nə idi? Hansısa bir heyvana və ya bitkiyə tapınma motivi idi. Yadınıza gəlirsə, sözlərimizin içərisində vardı. Məzərdəki gümüş qablardan biri 4800 ədəd qızıl parçasından ibarət geyimi kölgədə qoyacaq qədər önəmli idi. Önəmliyi gördüyün 100% bunun qarşılığını istəyir. Önəmli, vacib, labüd, zəruri bunlar sinonimdir. Çünki onun üzərində qədim türk yazısı əks etdirən işarələr vardı. Tapılan yazı Moskva və Leningrad universitetlərinə göndərilir. Lakin nöqtələr. Sirli yazını Qazaxıstanda alim Qayneddin Müsabəy oxuyur. Alim açıqlamasında Esik yazısının qədim türk abidəsi Orxon Yeniseydən 1000 il əvvələ aid olduğunu, hər işarənin Orxon Yeniseydəki kimi bir hərfi deyil, bir hecanı bildirdiyini söylür. 25 əsr yaşı olan 26 hərfdən ibarət 2 sətirlik yazıda deyilir. Tigin 23 yaşında öldü, Esik xalqının başı sağ olsun. Burada maraqlı cəhətlərdən biri yazıların niyə daha qiymətli əşyaların yox, adi bir gümüş qabın içərisinə yazılmasıdır. Bunun yeganə izahı bu ola bilər ki, türk xalqlarında qab və ya bardaq göyün simvolu hesab edilirdi. Olja Süleymanov qədim türklərin gümüş qabın Altun Tigini həm bu dünyada, həm də axirətdə qoruyacağına inandıqlarını söyləyir. İndi növbəti gəlir 4-dür. Döyüşçülərin milli kimliyinin müəyyən edilməsində onun geyimi mühüm əhəmiyyət kəsb etmişdir. Geyimin, gördünüz? Açar sözümüz geyimdir, bax 4-də. Görürsən, bu abzasda da geyimdən danışır və D variantını tam ödəyir, 4 gəlir oturur. Döyüşçünün milli kimliyinin müəyyən edilməsində onun geyimi mühüm əhəmiyyət kəsb edir. Geyimi xüsusilə bölüşün türk xalqlarına məxsusluğunu Azərbaycanlı mifoloq Mirəli Seyidov türk mifologiyası əsasında araşdıraraq sübut eləmişdi.
Bəzi mənbələrə əsasən altun tiginin Saqa türklərinə məxsus olduğu düşünülür. Alimlərin fikrincə Saqalar bu əraziyə Çin imperatorluğunun təzyiqi nəticəsində Altay dağlarını keçərək gəlmişlər. Qazaxıstanın şimal-şərqində Altay, bax görürsüz, baba, Altaydan danışır. Və görürsüz, birdə də nədən danışır? Altaydan. Asal sözümüz Altay. Gətirib qoyduq birə. 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızılgeyimli daha 7 belə döyüşçü aşkar etmişdi. Bu da Asiyanın çöl mədəniyyəti haqqında təsəvvürlər tam dəyişir. Hazırda Esikdən tapılmış altun tiginin geyimi və digər tapıntılar Almatı muzeyində qorunur. Cümhuriyyət meydanında da altun tiginin heykəli ucalmaqdadır. Deməli 281-ci sualı elə mətnin üzərindən işləyərəkdən izah elədik. Ona görə cavab D variantıdır. İndi keçirik 282-ci suala. Deməli, deyir ki, hansı fikirlər mətndəki faktlarla əsaslandırıla bilər? Fikir versinizsə, DİM 20 sınaqda da bu tip suallar var. Deməli, bax, buraxılışa bu tip suallar salır və salmaqda davam eləyəcək. Yəni, hansı fikri, məsələn, biri oxuyuram. Mən biri mətndəki hansı fikirlə əsaslandıra bilərəm? İkini oxuyuram. İkini hansı fikirlə əsaslandıra bilərəm? Sual bu cür işlənməlidir. Qazıntı işləri atın ilk dəfə böyük çöl ərazilərində əhliləşdirildiyini düşünməyə əsas verir. Bu at nə əlaqə? Yəni, atdan danışmır ki, yəni mən bunu silirəm. Qədim ustalar qızıldan istifadə üsuluna yüksək səviyyədə yiyələnmişdilər. Bəli, bunu əsaslandıra bilərik. Hansı ki, adam, yəni mətnin adı zaten altun geyimli adamdır. Bilirsiniz, altun arxaizmdir və altun qızıl deməkdir. Və o dövrdə də geyimi, kəməri, qılıncı, baxın, necə əsaslandıraram? Altun tiginin geyimi, kəməri və qılıncı saf qızıldan idi. Deməli, qızıldan istifadə üsuluna yüksək səviyyədə yiyələnmişdilər. İkini əsaslandırdım. Yaşınla göstərəcəm sonrakını. Deyir, türk xalqları gücü və estetik gözəlliyi əks etdirən zəngin mifologiyaya sahib olmuşdular. Mifoloqlar araşdırırlar bunu. Deyir ki, türk xalqları gücü və estetik gözəlliyi əks etdirən zəngin mifologiyaya sahib olmuşlar. Bunu biz siz necə əsaslandıra bilərik? Burada, məsələn, üçü də əsaslandırmaq mümkündür. Belə ki, baxın, adi bir gümüş qabın üzərində yazırlar və bunun izahı da budur ki, türk xalqlarında qab və ya bardaq göyün simvolu hesab olunur. Olcay Süleymanov qədim türklərin gümüş qabının altun tigini həm bu dünyada, həm də axirətdə qoruyacağına inandığını söylüyor. Başım, bu da türk mifologiyası əsasında sübut edilib, düzdürmü? Yəni ki, qısacası həm estetik gözəlliyə əhəmiyyət verirlər ki, qəşəng görsənsin, həm də mifoloji inanclara sahibdirlər. Ona görə üçü də götürəcəksiniz. Digərini göylə göstərəcəm. Böyük çöl xalqı qədimdə ticarət əlaqələrinin çox önəmli və əsas vasitəçisi sayılmışdı. Mətndə ticarət əlaqələri ilə bağlı xüsusi bir şey görmürəm ki, onu əsaslandıram. Ona görə 4-ü silirəm. Qazıntı işləri zamanı aşkarlanan metal əritmə sobaları çöl mədəniyyətinin texnoloji baxımdan nə qədər inkişaf etdiyini sübut edir. Soba və texnologiyadan mətndə söhbət getmir. Qədim türklər uzun illər öncə yazı mədəniyyətini yiyələnmişdi. Bunu əsaslandıra biləcəm. Necə? Baxın, sirli yazını Qazaxıstanda alim Qaynetdi Müsabəy oxuyur. Alim açıqlamasında qədim türk abidəsi Orxun Yeniseydən 1000 il əvvələ, hətta bir hecanın bir hərfi bildirdiyini göstərir. Bunu da əsaslandıra bilirik. Düzgün cavabı 236C variantı. Gəlir çıxırıq 283-cü suala. Mətnə əsasən yanlış fikirləri göstərin deyir. Yanlış fikirləri. Altun tiginin geyimi dünyada ən çox qızıl hissələrdən ibarət olan geyimdir deyir. Mətndə bununla bağlı hər hansı bir fakt yoxdur. Deyir ki, altun hətta səhvdir. Hətta səhvdir. Ən çox deyil. Çünki o Tutanhamonun qəbrində tapılan qızılların sayından sonra ikincidir. Baxın, altını mavi ilə göstərirəm. İkincidir deyil. Tutanhamonun qəbrindən tapılan qızılların sayından sonra ikincidir. Yəni, ən çoxu bir addım geridə qoyur. Ona görə bir səhvdir. 2-də deyir, məzardan tapılmış gümüş qabın tarixi dəyəri daha əhəmiyyətlidir. Düzdür. Çünki gümüş qabın üzərində tiginin 23 yaşında ölməsi ilə bağlı məlumat. Hətta əlifba ilə bağlı Orxun Yenisey abidəsindən də əvvəl qədim türk əlifbası ilə yazılmış məsələləri də özündə əks elətdirir. Ona görə əlbəttə ki, böyük bir əhəmiyyətə malikdir. 2 düzdür.
Qədim yazıların sirri tarixi tapıntının öz vətənində çözülüb deyir. Harda tapılıb? Qazaxıstanda tapılıb, düzdürmü? Və harda çözülüb? Belə deyək. Elə Qazaxıstanda. Qaynetdin Musabəy oxuyur. Deməli, 3-də düzdür. Gümüş qabdakı yazı ilə Orxun Yenisey yazısı eynidir deyir. Xeyr, Orxun Yeniseydən 1000 il əvvələ aiddir. Necə eyni olsun? 4 səhvdir. Azərbaycan aliminin Altun Tiginin köçmə türklərdən olmağı ilə bağlı araşdırmaları var. Köçmə türklərlə bağlı Azərbaycanlı alimin orada sadəcə Mirəli Seyidov sübut edib ki, türk mifologiyasına əsaslanır. Yəni onu Azərbaycanlı alim sübut eləmir, özü saqa türklərinə məxsus olduğu düşünülür deyir. Alimlərin fikrincə deyir, saqalara aiddirlər, amma sırf Azərbaycanlı alimin adı ilə bağlı deyil. Azərbaycanlı alim burada Mirəli Seyidovdur. Görürsünüz, burada bax işarə eləyirəm. Mirəli Seyidovdur. O sadəcə türk mifologiyası əsasında inkişafı özündə birləşdirən bir cümlədir. Yəni onunla bağlıdır. Türk mifologiyasına bağlı cümlə var. Amma Tiginin köçmə türklərdən, yəni saqalardan olması ilə bağlı hər hansı bir fakt yoxdur. Ona görə 5 də səhvdir. 1, 4, 5 cavab olur C variantı. Sonra keçdik 284-cü suala. Verilmiş fikirlərlə mətnin tərkib hissələri haqqında uyğunluğu müəyyən eləyin deyir. Deməli, mətnin sonuncu abzası, əlbəttə ki, biz nəticə kimi baxsaq sonuncu abzasa, birinci abzası da giriş kimi baxsaq, digər abzaslar artıq əsasdır. Düzdürmü? Gəlin bir-bir fikirləri tapaq və qruplaşdıraq. A-da deyir ki, Altun Tiginin türk xalqlarına mənsubluğu şübhə doğurmur. Onun börk geyinməsi var, börk. Mətndə deyir ki, onun başında, deyəsən, hətta başındadır. Deyir, Tiginin başına taxdığı börk onun milli mənsubiyyətini əks etdirir. Belə ki, börk türk xalqlarına məxsus olan geyimdir və üzərindəki əşya təsvirində totem səciyyəsi daşıyır. Yəni, A-nı harada görürsünüz? Baxın, girişi göstərmişəm orada. Əsası da bu tərəfdə göstərirəm. Nəticəni də axırda göstərmişəm. Bu düşür hara? Əsasa. Deməli, yəni, girişlə nəticə deyilsə hara olacaq? Əlbəttə ki, əsas. Buranı silirəm. Yəni, A-nı gətirim yazıram əsasa. A-nı əsasa yazan kimi mənim ya D variantım qalır. Bir də qalır A variantım. Bir dənə B-ni tapmaqla mənim cavabım hazırdır. Yəni, B ya nəticəyə getməlidir, ya əsasa getməlidir. Düzdürmü? İndi baxıram. Deyir, Altun Tigindən başlayan qazıntı işləri getdikcə daha çox töhfələr verir. Bu nəticədədir. Niyə? Çünki 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızılgeyimli daha 7 belə döyüşçü aşkar etmişdi. Bu da Asiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişir. Yəni, altın geyimli adamı təsadüfən tapmaları onlara başqa insanların da, belə deyim, başqa insanların məzarını da tapmağa kömək edir və yeni töhfələr verir. Deməli, mən B-ni hara yazmalıyam? B-ni yazmalıyam nəticəyə. A-nı əsasa, B-ni də nəticəyə yazan kimi, baxın, cavab olur D variantı. C də nəticəyə gedir. Qiymətli tapıntı mühafizə olmaqla yanaşı xatirəsi də əbədiləşdirilib. Bəli, heykəli qoyulmuşdu. O da nəticədədir. D-də deyir ki, alimlər qiymətli tapıntılarla bağlı fərziyyələr irəli sürürlər. Bəli, araşdırmalardakı fərziyyələri nəzərdə tutur. Əsasa gedir. 7 deyir, məzarın tapılması təsadüfən baş verir. Bu da giriş hissəyə gedir. Ona görə cavab olur D variantı. Keçirik 285-ci suala. Deyir, hansı nümunələrdə fərqləndirilmiş söz mətndə altından xətt çəkilmiş sözün mənasına uyğundur? Altından xətt çəkilmiş. Mətndə altından xətt çəkilmiş sözü tapmalıyıq. Səciyyə. Əşya təsvirlər də totem səciyyəsi daşıyır. Totem səciyyəsi də daşıyır. İndi gəlin baxaq. Deyir ki, yer səthinin xarakterinə uyğun planlaşdırma işi aparılır. Yer səthinin səciyyəsinə uyğun planlaşdırma işi aparılır. Deyə bilərəm. Bir uyğun gəlir.
O, oxucunun yaddaşında ictimai səciyyə kimi iz qoyur. Bu olmur. İşin səciyyəsi uğrunda hər kəs ciddi çalışır. Olmur. Bunlar əsərin milli səciyyəsini sübut edən, yəni səciyyəvi xüsusiyyətlər deyirik də bəzən, səciyyəvi amillər, səciyyəvi xüsusiyyətlər, yəni onu əks elətdirən, özündə birləşdirən xüsusiyyətlər. Elə xüsusiyyət sözü də oradan səciyyə, xüsusiyyət isimdir. Səciyyə, xüsusiyyət, xarakter. Deyir, məsələn, mətnin səciyyəvi xüsusiyyətləri, yəni mətnə xas olan, mətnin xarakterik xüsusiyyətləri kənarda da işlətsəz, xarakterik və səciyyəvi xüsusiyyətlər deyəcəksiniz. 1-4. Mülayim təbiəti, yəni mülayim səciyyəsi ilə hamımızı heyran qoydu, olmur. 1-4 cavab olur C variantı. Gəldik, çıxdıq 286-ya. Deyir, Qazaxıstanın Esik ərazisində tapılan əşyalar türk xalqlarına məxsusdur. Bunu necə əsaslandıra bilərik? Deməli, uşaqlar, orada bir məsələ vardı ki, börk tapılmışdı və börk türk millətinə aid idi. Bir də, uşaqlar, orada gümüş qabın, deməli, gümüş qabın üstündəki yazı türk totemlərinə yəni xatırlatdırırdı, belə deyək. Baxıram ona, deməli, birinci nə dedim, Allah? Börk, geyim olaraq börk. Altını xətləyirəm qırmızı ilə. Deməli, tiginin başına taxdığı börk onun milli mənsubiyyətini əks etdirir və börk, bunları yazırsınız. Börk türk xalqlarına məxsus olan geyimdir. Bax, birinci faktınız budur. Fakt 1. İkinci faktınız isə bardaq. Hansı ki, bardaq, qabın içərisi, deyə burada yazıb. Türk xalqlarında qab və bardaq göyün simvolu hesab edilir və gümüş qab da göyün simvolu hesab edilir. Daha doğrusu, gümüş qab da göyün simvolu hesab olunur. Ona görə də, yəni bu da sizin olacaq ikinci faktınız. Yəni Türk xalqlarına məxsus olduğunu bu ikisi ilə sübut eləyə bilərik. Aha. Bu da belə. Bu açıq sual asan idi. 287. Mətndə nöqtələrin yerinə məzmuna uyğun fikirlər yazmaqlandır. Cümləni tamamlayın. Deməli, cümləni oxuyub tamamlamalıyıq. Dastan yazmaq lazım deyil, uşaqlar. Çox az bir şey yazılır, yəni. Deməli, taxta bir tabut içərisində Şahzadə Altun Tigin dəfn olunur. Yanında da üzərinə yazılar olan çanaq, əlində də bir üzük vardı. Beləliklə, dünya tarixi elmində Türk tarixinə aid yeni baxışı təmin edən tarixi abidə, məsələn, mən belə yazardım, tarixi abidə kəşf edilmiş olur. Kəşf edilmiş olur. Yəni, məsələn, altın geyimli adamı tapırlar və bu dünya tarixi elmində türklərə yeni baxışı təmin edən tarixi abidə kəşf edilmiş olur. Məsələn, etalonda yazılıb qiymətli tapıntı meydana çıxır. Eyni məzmuna gəlib çatır, yəni. Bu bir. İkincisi, boşluğumuza baxırıq. Ondan əvvəlki cümlələri oxuyuruq ki, yadımıza salaq görək nədən danışır. Mütləq oxumalısınız. Çünki deyir, məzardakı gümüş qabların biri 4800 ədəd qızıl parçasına ibarət geyimi kölgədə qoyacaq qədər önəmli idi. Çünki onun üzərində qədim türk yazısını əks etdirən işarələr vardı. Tapılan yazı Moskva, Leningrad universitetlərinə göndərilir, lakin sirli yazını oxumaq mümkün olmur. Sirli yazını ora göndərilir ki, oxuyun. Lakin sirli yazını oxumaq, indi bura yazıram, olmur. Siz yazın, mümkün olmur. Mümkün olmur. Sirli yazını Qazaxıstanda müsahibə oxuyur. Görürsünüz, bir-birini neyinir? Tamamlayır. Yəni, sənin yazdığın cümlənin tamamı elə olmalıdır ki, o cümlə həm öz abzası ilə əlaqəli olsun, həm özündən sonraki abzasla əlaqəli olsun. Çünki abzasın sonunda verir. Sirli yazını oxumaq olmur. Sonra da sirli yazı ilə Qazaxıstanda öz yurdunda da tapılır. Moskvaya, Leningrada göndərilir ki, bu işarələri anlasınlar. Amma sirli yazını oxumaq olmur.
Etalonda da yazıb ki, orada oxuna bilmədiyindən geri qaytarılır. Eyni məzmunlu cümlələrdir. Sonra 287. Mətn əsasər cədvəli tamamlayın deyir. Altun ticin məzarı vasitə. Altun ticin məzarını kim kəşf eləyir? Baxın, kim aşkar eləyir? Nur Məhəmməd, Nur Muhammad. Məzarı danışamadım, Azərbaycan itdi. Nur Muhammed məzarı aşkar etməsini belə yada salır deyir. Deməli, şəxs kim olacaq orada? Nur Muhammed. Nur Muhammed. Əhəmiyyəti nədən ibarətdir? Əhəmiyyətini baxın, elə həmin abzasda da yazıb. Dünya tarix elmində türk tarixinə yeni baxışı formalaşdırır. Yeni baxışı formalaşdırır deyək. Ya da yeni baxışı təmin edən tarixi abidə kəşf olunmuş olur. Belə yazırsınız. Bu olur birinci sütununuz. Gümüş qab. Gümüş qabı kim kəşf eləyir, kim tapır? Ya da kim, burada hadisə nə yazıb? Baxın, gümüş qabla bağlı hadisədə nə yazıb? Qədim insanların inanclarını aydınlaşdırmağa imkan yaradır. Gümüş qabın inancları ilə bağlı olan fikri kim söyləyirdi? Baxın. Oljas Süleymanov qədim türklərin gümüş qabın altın tigini həm bu dünyada, həm də axirətdə qoruyacağını inandığını söyləyirlər. İkincinin şəxsi olur Oljas Süleymanov. Qazaq soyadlardır falan deyib, biraz tələffüzdə problem yaşaya bilərik. O birisi də Seyidov, Mirzəli idi, səhv etmirəmsə, Mirəli Seyidov. Mirəli Seyidov türk xalqlarına mənsubluğunu sübut etməyə imkan verir. Hansı abidə? Geyim və xüsusilə börk. Görürsünüz, orada nə yazıb? Geyim və xüsusilə börkün türk xalqlarına məxsusluğunu Mirəli Seyidov türk mifologiyasını araşdıraraq sübut edib. Ya yaza bilərsiniz geyim, ya da yaza bilərsiniz börk. İkisini də bir yerdə də yaza bilərsiniz, problem deyil. Musabəy isə tapırıq o kişinin adını. Hardadır Musabəy? Tapsam inşallah deyəcəm. Hə, tapdım. Musabəy. Qaynetdin Musabəy. Sirli yazını orada vasitə olur. Yazı nəyin üstündə idi? Gümüş qabın, düzdür? Vasitə olur gümüş qab. Əhəmiyyəti ondan ibarətdir ki, burada nədən danışır? Orxun Yenisey abidəsindən əvvələ aid olduğu göstərilir, düzdürmü? Yazırsınız ki, qədim dövrlərdəki yazının məzmunu bilinir. Yəni, həmin gümüş qabın üzərindəki yazının məzmununu bilmək mümkün olur. Bu da belə. Gəldik, çıxdıq 289-cu suala. Gümüş qabla Orxun Yenisey abidələri deyir, hər iki hissəyə aid bir fikir yazmaqla Eyler Venn diaqramını doldurun. Şu an birinci ortaqdan başlamaq istəyirəm. Həm gümüş qab, həm də Orxun Yenisey abidələri özündə qədimi yazıları əks etdirən tarixi abidədir. Ortağa onu yazacaqsınız. Özündə qədimi yazıları əks etdirən tarixi abidədir. Hər ikisi türk xalqlarına məxsusdur. Gümüş qaba yazacaqsınız ki, altın geyimli adamın yanından tapılmışdı. Və gümüş qabın üzərindəki yazı 25 əsr yaşı var. 2500 il əvvələ aiddir, yəni. Hər işarə orada bir hecanı bildirir. Orxun Yenisey abidəsi isə 1500 il əvvələ aid bir abidədir. Orada isə hər bir işarə bir hərfi bildirir. Yəni, məsəl üçün, A hərfi bir dənə elə A-nı bildirir də, düzdür? Amma gümüş qabda tutaq ki, I yazırsan, bu sənə səs verir, ıs səsini tutaq ki. I yazırsan, amma ıs hecasını verir. Onlar da elədir. Yəni, gümüş qabda bir hərf, deməli, bir hecanı bildirir. Orxun Yenisey abidələrində bir hərf, bir səsi bildirir. Hər ikisi ortaq türk xalqlarına məxsus olan qədimi yazılı abidədir. Belə, hər ikisi də araşdırılıb, tədqiq olunub, belə şeylər yaza bilərsiniz. Sonra 290-da gördüyünüz kimi ifadələrin qarşılığını istəyir. 3 dənə də ifadəmiz vardı, maşallah. Deməli, birinci sözümüz baxış. Yazda gəlirsə, biz baxış sözünü
Platona inanmaq olarmı mətnində də görmüşdük. Orada baxış, yanaşma, konsepsiya verilmişdi. Amma biz burada əlbəttə ki, konsepsiya sözünü gətirib yaza bilmərik. Türk tarixinə yeni baxış, yeni yanaşma deyə bilərik. Baxış burada yalnız yanaşma ən yerinə oturur. Önəmli, vacib, zəruri, labüd, istənilən bir şey, əhəmiyyətli. Bu dördündən birini yaza bilərsiniz. Qorunmaq, burada muzeydə qorunur. Almatı muzeyində saxlanılır, yazmaq olar deyə düşünürəm. Bir də mühafizə edilir. Qorunur, mühafizə edilir. Üçünün də qarşılığını dedik. Bu da oldu 290. Desəm bu mətnin izahı bitdi.